Əhl-i Beyt Qurani Kərimdə belə bir mövzuya başladıq. Ramazan ayı hər gün nəsib olsa bu mövzunun ətrafında danışacaq. İnşallah. Dünən bir ayə ilə başlamışıq və Əhzab surəsi 33-cü ayədir. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ayənin bu hissəsi. İnnəmə yuridullah liyusib ənkumur ric əhləl beyt və yutəhhirakum təthira. Bəli, bu ayə, burada Əhl-i Beyt kəlməsi işlənir. Bu Əhl-i Beyt kimdir? Onun haqqında danışacağım, bəhs olunacaq. Amma hər halda nəticə almışıq dünənki söhbətimizdən ki, bu ayədə keçən kəlmə innəmə yuridullah, Allah iradə edir. İradəni izah verdik. Allahın iradəsi iki cürdür. Dünənki söhbəti biraz dinləyin inşallah. Yaxşı olar. İkinci, ismətə tərif verdik. İsmət kəlməsi yəqinsə tanışdır. İsmət və məsumluq. İsmətə tərif verdik. Belə deyildi ki, bəşərin rolu var bu mənada ki, qabiliyyəti olsun, onu qəbul eləməkdə, ismət mövzusunda. Yəni, belə deyil ki, bəşərin rolu yoxdur. Hələ dayanan yerdə kimsə məsum olur. Bu anlamda deyil. Burada o şəxslərin bir qabiliyyəti var, tutumu var və onlara da Allah o mükafatı verir. İsmətə bu cür izah verdik və ismətin də tərifi bu oldu ki, ismət verilən şəxs günahdan çəkinir, pislikdən çəkinir, amma bu anlamda deyil ki, edə bilmir deyənə çəkilir. Edə bilər, etmir. Burada icbarilik yoxdur. Yəni, adam deyər ki, mən də belə olsaydım, mən də eləməzdim. Yox. İsmət budur ki, əvvəl bunun bir müqəddiməsi var. O, ona layiq olub onu veriblər. İkinci mənası budur ki, ismət veriləndən sonra o demək deyil ki, günah eləyə bilməz. Edə bilər, etmir. İsmətin mənası budur. Amma niyə eləmir? Çünki onun iyrənc tərəfini, iyrənc mahiyyətini, çirkin həqiqətini görür deyən eləmir. Bu, dünənki söhbətimizin xülasəsi. Amma ayəyə diqqətlə qulaq asın. İnnəmə yuridullah liyuzhib ənkumur ric. Ric kəlməsi nə deməkdir? Axı, biz bu ayədən ismət mövzusunu açmışıq. Yəni, burada kim olan insanlar məsumdurlar. Belə bir çıxarış eləmişik. Haradan çıxarış eləmişik onu? Baxın, ayədə bir kəlmə keçir, ric. Ric nədir? Ərəb dilini oxuyanlar bilirlər, ya məsələn, istəsələr ərəb dilinin qrammatikalarına, lüğət kitablarına daha doğrusu müraciət eləsinlər, görəcəklər ki, ricin mənası nədir? Ric, yəni şək, şirk, səhv, xəta, nöqsan, tərəddüd, cəhalət, qəflət, vəsvəsə, bütün bu mənaları əhatə edir. Çox cami kəlmədir. Yəni, bütün bu dediklərimin hamısını əhatə edib bu kəlmə. Geniş anlamdadır. Və Qurani Kərimdə də ric haqqında neçə dənə ayə var. Birinci gələk, biz özünlə tanış olaq bu kəlmənin ki, görək Allah Əhl-i Beytdən ricsi uzaq eləyib deyənə nəyi demək istəyir? Dedim, bu qədər şeylər ki, saydım. İndi gəl bir dənə Qurana müraciət eləyə görək, Allah ricsdən nə danışır ümumiyyətdə? Bir ayə budur. Ricsun min əməli şeytan. Ric şeytan əməlidir. Yəni, şeytan insanı ona vadar eləyər. İkinci ayə. Kəzəlik yəcəlullah ər-ricsə ələl-ləzinə lə ya'ləmun, lə yu'minun. Bu ayədən başa düşülən budur ki, imanla ziddiyyət təşkil edir ric. Ric olan yerdə sanki iman olmaz. Ya iman zəif olar. İndi bunun haqqında danışmaq olar. Yəcəlur ricsə ələl-ləzinə lə yaqilun. Başqa bir ayə. Əqlaniyyətlə, ağılla ziddiyyət təşkil edir. Münasib deyil ağla. Qeyri-münasibdir. Yəni, ric olan yerdə ağıl olmaz, əqlaniyyət olmaz. Ağlın xüsusi tərifi var Qurani Kərimdə. Ləv kunna nəsmə'u nəqil. Quranda bir yerdə Allah Teala deyir, bəziləri deyəcək, qiyamət günü ağlımız olsaydı bizim cəhənnəmdə nə işimiz var? Deməli, ağıllı insan, aqil insan cəhənnəmə getməz. Mümkün deyil. Əqlaniyyətə zid kəlmədir, nədirsə ric. Qurandan çıxarış edir ya. Deməli, imana ziddir, əqlaniyyətə, ağla ziddir, şeytanla əlaqəsi var, şeytan əməlidir.
Ya başqa bir ayə deyim. Əmməllezine fi qulubihim məraz fəzadəthum ritsən ilə ritsihim. Buyurur bu ayədə ki, bəzi insanların qəlbi xəstədir, mənəvi xəstəlikləri var və sonradan rits gəlməsi işlədir. Başa düşülən budur ki, əxlaqi rəzilətlərin toplusudur. Deməli, rits Qurandan çıxartdıq. Mən istəyirəm ayələri biraz ayələrlə izah verək. Görək Allah əhl-i beytdən nəyi uzaq eləyib? Rits nə oldu? Rəzil xüsusiyyətlər. Rits nə oldu? Cəhalət, şək, qəflət. Rits, yəni imansızlıq, şirk. Bunların hamısının toplusuna deyirlər rits. Bu Quran məntiqi. Allah da deyir, liyusibənkumur rits. Mən sizə əhl-i beytdən bunu uzaq eləmişəm. Bu konkret ayət. Bu ayələrlə izah olunur ki, ritsin mənası nədir? Əl-Mizanda deyir ki, bütün nöqsanlara şamildir rits. Əl-Mizan təfsirin müəllifi deyir, bütün nöqsanlara şamildir. İstər etiqadi, əqidəvi, əxlaqi, əməli, mənəvi, bunların hamısına şamildir. Yaxşı. Xülasə, nəticə aldıq ki, rits belə bir mənası var, belə bir anlamdadır. Allah da deyir, liyusib ənkumur rits. Mən sizə əhl-i beyti bu ritsdən uzaq eləmişəm. Görünən budur ki, əhl-i beytin məqamı nə qədər üstündür ki, şək yoxdur orada, nöqsan yoxdur orada, xəta yoxdur orada, yalan yoxdur orada, tərəddüd yoxdur orada, cəhalət yoxdur orada, imansızlıq yoxdur orada, şək yoxdur orada, şirk yoxdur orada. Rits yəni bu. Adam əhl-i beyti bu cürə tanıya. Quran gözlə necə tanıtdırır onları? Özü də ayənin zəngindir. Ayə deyir, ər-rits, əlif-lam artiklı var. Əlif-lam artiklı, indi ərəb dilin qrammatikasını oxuyanlar bilir, istiğraq və cins nə deməkdir bu? Əlif-lam gələndə bir sözün əvvəlinə, məsələn, əlhəmdu. Əlhəmdu, yəni bütün həmdlər. Kimə məxsusdur? Lillahi Rabbil aləmin. Biz ki, deyir, ya, əlhəmdülillahi Rabbil aləmin. Yəni nə? İlahi, bütün həmdlər, təriflər, sənalar elə sənə aiddir ya. Əslində, mənə tərif eləyəndə, sənə aiddir o tərif. O, sən mənə lütf eləmirsən. Sənindir bu. O təşəkkür sənə aiddir. Sən mənə vermirsən. Yəni, kimsə mənə tutaq ki, tərif edirsə, nə gözəlliyi görsə, sonda gedir sənə qayıdır. Bu, əlhəmduda olan əlif-lam artiklı, yəni bütün həmdən. İndi ər-ritsdə olan əlif-lam artiklı, yəni bütün çirkinliklər, cəhalət, qəflət, hamısı. Deyir, hamısını səndən uzaq eləmişəm. Ey əhl-i beyt, sizdən hamısını uzaq eləmişəm. Nə sizdə məkruh var, nə şək var, nə nöqsan var. Heç nə, bunlardan uzaqsınız. Deməli, bundan uzaqlarsa mənası nədir? İsmət. Məsumluq hardan çıxartdıq elə bu ayədən. Deməli, bunlardan hamısını uzaqsa bir insan məsumdur da. Deməli, ayə istəyir bizə desin ki, bəzi insanlar məsumdur. İndi kimsə qəbul eləmir, qəbul eləməz. Amma ayə deyir ki, budur. Bəzi insanlar öz fikrini diktə eləmək istəyir Qurana. Necə Quran-ı Kərimdən qidalanmaq istəyir? Hədisdə var, Əl-Qur'anı mə'dəbətullah. Quran Allahın süfrəsidir. Özdə hansı süfrə? Açılmış bir süfrə. İçində var hər şey. İndi süfrə açmışsınız, oturmuşsunuz. Süfrədə maşallah hər şey var. Misal, hə? Bir var boş süfrə, heç nə yoxdur. Allah hədis deyir ki, süfrə doludur ya. Yəni, oturun, yiyin. Öz fikirlərinizi tökməyin bu süfrəyə. Oradan qidalanın. Əl-Mizan təfsirin müəllifi bir mövzu açıb, hədislərdə də bu keçib, təfsir berək, öz rəyindən təfsir eləmək. Nə deməkdir bu? Deyir, öz fikrini Qurana dikt eləmək. Bu istəyir, Allah da bunun kimi düşünsün. Quran gəlib ki, biz tohidi düşünək. Bu deyir, yox, sən mənim kimi fikirləş. Quran gəlib bizi ərşiləşdirsin, bu ərşə deyir, en aşağıya. Mənim kimi düşün. Öz fikrini dikt eləyir. Quran deyir, məsum var. Ayədir də. Niyə qəbul eləməyək ki? Hə, indi onlar kimdir bəhs edəcəyik? Yaxşı, biz söhbəti belə qurmuşuq. Bu əhl-i beyt kimdirsə məsum. Quran deyir, bizim sözümüz deyil. Yaxşı, özü davamı nədir? Yutəhhirəkum təthira. Mən sizi pak eləmişəm. Həm ritsdən uzaq elədim. Sonra bir dənə də əlavə deyir. Yutəhhirəkum təthira. Mən sizi pak eləmişəm. Yaxşı, bu nə deməkdir? Bu iki dənə kəlmə. Liyusib ənkumu rits. Sizi ritsdən uzaq elədim və sizi pak elədim. Bunun mənası nədir? Bu iki dənəni yan-bayan qoyaq.
Belə izah verirlər. Deyib, məsələn, gözü paltır bir palçığı bulaşır, paltar. Palçığı təmizləyəndən sonra gözü izi qalır biraz. Təmizləmək, liusi benkumuric, palçığı götürdün, atdın. O izi aradan aparmaq yutahhirakum təthira. Bəzi vaxtlar bir şeyin izi qalıb. Görsən, silirsən, hələ rəngi biraz qalıb. Silirsən, biraz iyi qalıb. Onun özünü aradan aparmaq, liusi benkumuric, onu təmiz əsərini və izini itirmək yutahhirakum təthira. Nə əsəri var, nə izi. Ona deyək yutahhirakum təthira. Yaxşı. Biraz da açım. Təsnim təfsirinə bir çıxarış edeyim. Təsnim təfsirində müəllifi deyir ki, yutahhirakum təthira, yəni cilalamaq bir şeyi, hamarlamaq bir şeyi, yutahhirakum liyusib enkumuric, cilalamaq bir şeyi, hamarlamaq, yutahhirakum təthira, naxış çəkmək, bəzəmək. Birinci hamarlıysan, sonra naxış çəkirsən. Birinci nöqsanlardan xali eləmək, sonra gözəl libasa bürünmək. Deməli, liyusib enkumuricnə yutahhirakum təthira daha da tamamlayır biri digərini. Amma burada bir mənatı söhbət var, Oqtay müəllim, o da budur ki, bəziləri başa düşər ki, onlar günaha bulaşmışdı, Allah da onlar günahdan neynədi? Təmizlədi. Bunlara cavabını qoyub verim. Bir mövzu var, təfsirdə də var bu mövzu, rəf və dəf. O nə deməkdir? Bir dəf mövzusu var, bir rəf. Bir var, bulaşıb bir şey təmizləyirsən. Bir də var, bulaşmağa qoymursan. Bu başqa bir şeydir. Bir var, həkimə getmirsən, xəstələnmirsən, iynə vururlar ki, sağalasan. Bir də var, gelirsən, həkimə iynəni vurursan ki, xəstələnməyəsən. Yaxşı. Birinin adına deyirlər rəf, birinin adına dəf deyirlər. Xəstələnəndən sonra iynə vurursansa, bu olur rəf, sağalmaq istəyirsən. Sağlamsan, iynə vurursan ki, xəstələnməyəsən, bunun adına deyirlər dəf. Yaxşı. Bu ayələr bizə istəyir başa salsın ki, sizə elə bir məqam vermişik ki, daha nəinki siz bulaşmışdınız, təmizləyirik. Yox, nəinki, siz heç bulaşmadınız da. Günahın özünü də sizdən uzaq eləmişik, izi də sizdən uzaqdır. Günah sizdə nə gezir ki? Ona görə Peyğəmbər gündəki 70 dəfə əstəğfurullah deyirdi. O da nə deyir? Günah eləyirdi, əstəğfurullah deyirdi. O deyirdi ki, günah eləməsin. Allah Taala istəyirsin ki, mən sizdən günahı uzaq eləmişəm, özünü də, izini də, hər şeyi. Buna deyirlər dəfə, təfsirdə. Ona görə daha o insanlar ki, böyle başa düşər ki, onda bunlar napak idi ki, paklaşdı. Yox. Quranın onu gedirəm ki, dili ilə tanış olaq, özü ilə tanış olaq, istədiyimiz kimi məna eləməyək. Quran bizə bunları izah verir. Yaxşı. Özü davam edirəm. Yutahhirakum təthira. Özü deyir, mən sizi pak eləmişəm. Özü də ikinci dəfə yenə deyir, yutahhirakum da bəllidir də, deyir, təthira. 2 dəfə deyir. Ərəb qrammatikasını oxuyanlar bilirlər, məf'ul adlı bir mövzu var. 5 cür məf'ul var. Deyirlər, məf'ulun bih, ləh, fih, məh. Bir dənə məf'ulun mütləq var. O da 3 yerə bölünür. Ədədi, növ'i, təkidi. Təkiddir burada. Biraz tələbə dili ilə danışdım, bağışlayın. Yordumsa da üzr istəyirəm, qobulada deyirəm, tam istəyirəm, kamil deyim. Burada təkiddir. Yəni, mən sizi xüsusi şəkildə pak eləmişəm. Bu başqa paklıqdır. Xüsusi. Necə adamı, insanı xəlq eləyəndə Allah Taala məxluqatını yaratdı. İnsanda gəlib dayandı, nə dedi? Əhsənul xaliqi, nə qəşəng yaratmışam səni. Əhl-i Beyt üçün də deyir, sizi xüsusi pak eləmişəm mən. Yəni, sizin ismətin görünən budur, dərəcələri var. İsmətin dərəcələri var. Necə ki, Peyğəmbərlərin haqqında Allah Taala Quranda buyurur, fəddəlnə bə'dəhum ələ bə'din, bəzi peyğəmbərlərdən üstündür. İsmətin də dərəcələri var. Ona görə keçən dəfə bir dənə kəlmə işlətdim ki, alimlər deyir, adi bir insan ismət məqamına yetişə bilər. Öz tutumu qədər, bəli, öz tutumu qədər. Elə bir dənə okeandır, kimin nə qədər qabı var, o qədər götürür. Yaxşı. Biri böyüdür, tutumu çox götürür. Biri azdır, az götürür. Bir nəzərən putulqadır, ağzı bağlıdır, atsan okeana nə olacaq? Boş qayıtacaq. Gedib o boyda okean içinə girib, boş qayıtdı, gəldi. Bəzi vaxtlar bu qədər rəhmət dolub Ramazan ayında, insan bu Ramazan ayının içinə daxil olur, çıxır, əli boş. Nə orucunu tutur, nə Quranını oxuyur, nə zikrini eləyir. Bu qədər rəhmət leysan kimi yağır. Bu neyniyib? Özü öz qapısını bağlayıb, özü öz qəlb evini neyniyib? Örtüb qapısını.
Yutəhhirəkum təthira bu. Bir dənə də kəlmə deyim, neçə dəqiqə danışıram. Hə. Bunu da deyim sizə. Sonra deyir ki, yuridu. Baxın, ayənin əvvəl nədir? İnnəmə yuridullah da ayə. Yuridu indiki zamandadır, keçmiş zamanda deyil. Yuridu indiki zaman. Bəlağət elmini oxuyanlar, qrammatikadan məlumat olanlar bilir. Burada nə mənadadır? Yəni Allah istəsin ki, davamiyyəti işarə eləmək istəyir. Yəni Allah daim sözü pak edir. Bunun mənası nədir? Daimul feyzi aləl bəriyyə. Allah o Allahdır ki, daim, davamlı şəkildə rəhməti nazil edir. Biz Allaha əvvəldə ehtiyacı deyirik, həmişə ehtiyaclıyıq. Belə deyil, bir dəfə bizi pak elədi, qutardı, getdi. Bizim pakçılığa hər an ehtiyacımız var. Ona görə namazda həmişə nə deyirik? İhdina sıratəl müstəqim, ihdina sırat. Hidayət belə bir mövzudur, öyle bir dəfə hidayət elədilər, daha getdi gözümüz üçün. Sənin hər anı, hər saniyə hidayətə ehtiyacın var. Başqa bir ayə deyim, yəsəluhu mən fis-səmavati və mən fil-ərd. Yerdə, göydə nə varsa, hamı sahildə əlini açıb istəyir, hər an istəyir. Allah da bu ayda istəyirsin ki, mən sizə hər an pak saxlayıram. Hər an paklığınızı qoruyuram. Əlbəttə, sizin ixtiyarınız da öz yerində, sizin zəhmətiniz də öz yerində, sizin səyiniz də öz yerində. Bir dənə də kəlmə çıxarış eləyim, sabah inşallah davamına aparacam. Davamında nə deyir Allah Teala? Deyir, bu ayədən nə başa düşdük? Yutəhhirəkum təthira. Bunlar kimdirsə, əhl-i beytdir. İndi əhl-i beyt kimdir? Sabahki söhbətlərimiz, ondan sonraki söhbətlərimiz. Hələ bu nəticəni almışıq. Bunlar çox pak insanlardır. Bunlar mütəhhər insanlardır. Və bunlardan ric tamamilə uzaqdır. Özü yutəhhirəkum təthiradılar. Mütəhhərdirlər. Deməli, mütəhhərdirlərsə, bir dənə başqa ayə qoyaq bunun yanına, görə bir dənə nəticə alaq. Allah Quranda bu innəhu ləqur'anun kərim. Bu Qur'an-ı kərimdir. Fi kitabın məknun. Bu kitabın bir batini var. La yəməssuhu illəl mütəhhərun. O batinli mütəhhərlər başa düşür, dərk edir. Əhzab 33-lə bu ayəni yanbayan qoysan, bunlar kimdirsə, Qur'anın batinin bilirlər. Bu da ayə. Bunlar elə bilə sıradan adam deyirlər. Mənim qardaşım, mənim bacım. Bunlar sıradan bir adam deyirlər. Ona görə deyirləri, bu qədər niyə əhl-i beytdən danışırsınız? Əhl-i beytdən uzaq düşmək, Qurandan uzaq düşməkdir. Allah deyir, Quranın batini onlar bilir. Mən demirəm ki, Rəbbimiz deyir. Onlar Quranın batinin bilir. Batini ilə ünsiyyətdədirlər. Onlar Quranın ustadıdırlar. Onlar Quranın müəllimidirlər. Ona görə Allah Teala deyir, fəsəlu əhlə zikir. Soruşun onlardan, bu ayəni izah verəcəm. İnşallah əhl-i beyt haqqında olan ayələrdən biridir. Yaxşı, bunlardan uzaq düşmək, məktəbdən uzaq düşməkdir, fərddən uzaq düşmək deyil ki. Sən deyirsən, məsələn, 14 əsr bundan qabağa niyə qayıdırsan? Mən necə qayıtmayayım ki, bunlar Quranın məktəb, Quranın ustadlarıdır. Biz bunlardan uzaq düşürük, müəllimimizdən uzaq düşürük. Ona görə də indi tarikun fikumus səqələyin. 2 dənə səqil, ağır əmanət qoyub gəlirəm. Kitab-əllah, kitab və əhl-i beyt, düzdür? Yəni Allah Teala nə istəyirsin? Yəni bunlar bir-birinə ayırmayın. Ona görə kitabı gətirib qoyuram başıma, Qədir gecəsi, imamların adını çəkirəm, Peyğəmbərin adını çəkirəm. Yəni bunlar bir-birindən ayrılmamalıdır. Çox yazmışdım. İnşallah qoy suallarına vaxt ayırım ki, şikayətlənərlər ki, çox danışdın. Amma bu mövzu davam eləyəcək. Əhl-i beyt Quranda bir gündə neçələr nəticə aldıq, şükür olsun Allahın lütfü inayəti ilə.